Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Uzaq şəhər serialının kiçik ulduzu növbəti uğruna imza atıb. Müsavat.com xəbər verir ki, serialda Cihan Dəniz obrazını canlandıran aktyor Kuzey Gezer Altın 61 ödülləri mükafatına layiq görülüb. Azyaşlı olmasına baxmayaraq, peşəkar performansı ilə diqqət çəkən Kuzeyin bu uğuru həm serial komandasını, həm də izləyiciləri sevindirib. Mükafatını almaq üçün səhnəyə çıxan Kuzey Gezer'in həyəcanı kameralara da yansıyıb. Onun utancaq, eyni zamanda şirin davranışları tədbir iştirakçılarını gülümsədib. Səhnədə sadəcə təşəkkür edən balaca aktyorun sözləri alqışlarla qarşılanıb. Qeyd edək ki, Kuzey Gezer 2019-cu ildə İstanbulda doğulub. O körpə ikən Yasak Elma serialında canlandırdığı Halit Can Argün və 2024-cü ildə Uzaq Şəhər serialında Cihan Dəniz obrazları ilə tanınıb.